Çox maraqlı suallar verir sizə. Mən maraqlı insanam normalda, Ənvər müəllim. Gəl əvvəlcədən özümüzü döyək ki, başqası döyə bilməsin. Çox yaraşıqlısınız maşallah. Nə pis iş görmüşəm mən. Belə başa düşürəm ki, mən Ənvər Sadıqovam. Da. Eurovision mahnımıza qulaq asmısınız? Bunlar nə bəsit düşünürlər. Niyə qınamırsınız? Bu əslində öz başınalıqdır. Xalqımızda da qəribə formada toy fobiyası var. Toy çalmaq musiqiçi üçün ayıb bir şey deyil. Axı Ənvər Sadıqov deyilsənsə qazanmırsan. Bəs mən necə dolanım? Qurduğum kollektiv necə dolansın? Mən podkastıma bayağı ifaçı heç vaxt çağırmıram. Baş yekə olmalıdır düşüncə üçün, amma yekə başlıq başqa şeydir. Çox acınacaqlı deyil. Bu sualı özümə verməliydim vaxtı ikən. Sanki Tanrının yanına qalxıram. İlahi əlaqələr var. Neçə yaşında valideynlərinizi anlamağa başladınız ki, deyəsən haqlıdılar. Bəlkə mən arada dayanım. Bir şərh mənim çox diqqətimi çəkdi. Abır-həyana çıxmaq lazımdır ki, Mənim izləyicimə də o maraqlı deyil. kişilik məktəbidir, deyəcəklər Ferrari'dir. Eynin meditativ bir hala düşürdüm. Sən özünün deyilsən də. Bəstəkarlar yazmır. Bəstəkarlar özləri çaşıb qalıblar.